Nağdı 2000 manata, 2500 manata, 3000 manata, 3500'e ucuz maşınlar təqdim eləyəcəm. Bax, diqqətlə qulaq asın qardaşlar. 2000 manat sahibinə çatan puldur. 06'mız var. Korobka 4, mühərrik 011, Mosta səs yox, sənədləri qaydasında maşındır. Maraqlı olsa əlaqə saxlayın. 2600 manata 99'um var. Sənədlərinə kimi hər bir şey qaydasında. Nağdı pula satılır 2600 manata. Yerində də buna indirim eləmək olar. Əla vəziyyətdə 015'im var. 2007-ci il. 3900 manata 2004-cü il udarsız vuruqsuz tofaşım var. Kapotuna nəsə düşüb əzilib, sahibi dəyişib. 2007-ci il enjektor 07'm. Təkərlər təzə, motor, korobka ideal vəziyyətdə. Neçədir? 4000 manata. 4000 manata və belə bir 07'm var. 3600 manata Opel'im var. Mexanikadır. 97 texpasportlandı. Sənədləri qaydasında motoru, korobkası, xadavoyu əla, kondisioneri işləmir. Ondan sonra keçək 31'im var. 2004-cü il 4600 manata. 4500 manat olsun. Yerində də sahibi də indirim eləyir. Kimə maraqlı olsa gəlib alver eləyə bilər. 7800 manata 2 CDI 4 göz. Sənədlərinə kimi hər bir şey qaydasında 7800 manatı verirsən, lazımdır birbaşa gelirsən aformita. 2700 manata bak 190'ım var. 1.8 mexanikadır. Kondisioneri yoxdur, mostu, motoru, korobkası əladır, təkərləri təzədir, sənədləri qaydasındadır. Kimə maraqlı olsa yenə deyirəm əlaqə saxlaya bilər. Ucuz seçqam 5600 manata 93 texpasportlandı. Kondisioneri var, baxdırmaq lazımdır. İşləmir. Ciddi kosmetik nöqsanı yoxdur. Salonunu göstərim. O zırığı söküyü yoxdur. Oturacaqlarda, korobkada, motorda, mosta problem yox. Start stopdur. Salon gördüyünüz kimi səliqəli vəziyyətdədir. Yenə deyirəm 93 texpasportlandı. Yerində də ucuz almaq olar. Kimə maraqlı olsa əlaqə saxlasın, gəlsin, alver eləyək. 011'imiz. 011 2700 manata. Mühərrik 06, korobka 5, most təzədir, zbor sənədləri qaydasında. Verirsən 2700 manatı, lazımdır, aformita olunur, verilir sənə. Təkərlərinə kimi təzədir maşın. Salonunu göstərim. Benson part presinə kimi var. Şit torpeda 06, oturacaqları çeşki oturacaqdır. Yenə deyirəm, korobka 5'dir, mosta səs yoxdur. Mühərrik 06'dır. 96 çeşkan var. 1.8 avtomatdır. Kondisioner lük işləy vəziyyətdədir. Charlotte hər bir şey qaydasında maşındır. 8300 manata. Zavod beskraska çeşkan var qardaşlar. Bu hissəsi ilə maşın yatmış maşındır. Garajdan bu hissəsinə gün vurub deyə bu kırılı kapot bozarıb. Qalan hər yeri beskraskadır maşının. İdeal vəziyyətdədir. Altında 4 dənə pakovka təkər. Kondisioner lükuna kimi işləy vəziyyətdədir. Salonunu göstərin, baxın. Öz zavod oturacaqlarıdır. Maşın 320.000, 317.000 orijinal probektədir. Yəni priboru dəyişsin, aşağı probek olsun, yox. Öz zavod orijinal probegindədir. Kuzada da çürükdən pasdan söhbət gedə bilməz. Bütün qapılar hamısı bu vəziyyətdə ulduzlarına kimi baş üstündədir. Lüku, kondisioneri yenə deyirəm, işləy vəziyyətdədir. Kimə maraqlı olsa əlaqə saxlaya bilər. 6900 manata. Maşınlarımız var, ucuz maşınlarımız olur qardaşlar. Əlaqə saxlayın, alver eləyək. 2000-ci il 2 motor Charlotte kondisioneri işləməyən Opel'im də var. Baxdırmaq lazımdır kondisionerinə 5800 manata. Real alıcılar əlaqə saxlasın, danışıq.